bizə müraciət elədi ki, qardaş, hər bir aydan bir, hər 10 gündən bir analoq dəyişdirirəm, ancaq bu put düzəlmir ki, düzəlmir. Baxın dəyərli izləyicilər, onun proqramda analoq görürsünüz, mərkəzdən bir balaca yuxarı qalxıb, tam mərkəzə gəlib oturmayıb, həmin analoqda bir dəfə dəyişilib, məndən qabaq başqa bir ustaya aparıblar. Fikir verin, burada bir dənə ləkələr var. Yəni bir dənə bu adam kimdisə, götürür bir dənə maqnit dəyişir, verir ki, qardaş, analoqu dəyişmişəm 15 manat, 20 manat. İndi bilmirəm nə qədər alıb qardaşdan. Ancaq analoqun dəyişmək adı ilə ödənişini alıb. Yəni budur ki, analoq dəyişilmir. Amma bizə müraciət elədi ki, qardaş, hər bir aydan bir, hər 10 gündən bir analoq dəyişdirirəm, ancaq bu pult düzəlmir ki, düzəlmir. Görün neçə ədəd pultu var. Bu da 5-ci pultudur. Bütün analoqda baxın, burada da L3 yazılıb, L3 sol analoqu da dəyişmişəm, sağ analoqu da. Sol analoqu da dəyişmişəm, sağ analoqu da. Yəni belə işbazlara görə, yəni biz ustalarda biraz əziyyət çəkməli oluruq. Təzədən həmin analoq sökülür, üzbor təmizlənir, təzədən yenisi ilə əvəz olunur.